Bu videoda yağlamalarda yağ dəyişmə zamanı edilən və mühərrikə çox zərərli olan bir səhvdən danışacağam. Bu səhv mühərrikin hava filtrinin korpusunu kompresorla təmizləyən zaman baş verir. Burada diqqət edilməli kritik bir məqam var. Düzdür, korpusun hava ilə təmizlənməsi lazımlıdır, yaxşı bir şeydir. Lakin burada diqqət etmək lazımdır ki, həmən biz kompresorla hava vurduğumuz zaman oradakı toz qırıqları, qum qırıqları mühərrikin daxilinə, yəni onun yanma kamerasına, drossel qapağına getməsin. Bunun üçün də havanı vuran zaman hava kanalının ağzını təmiz bir bezlə bağlamaq lazımdır ki, qum qırıqları, xəzəl qırıqları silindirlərin içərisinə daxil ola bilməsin. Əgər daxil olsa, bu silindirlərin içərisinin cızılmasına və mühərrikin ömrünün qısalmasına səbəb ola bilər. Bundan əlavə digər bir zərəri isə müasir avtomobillərin əksəriyyətində olan MAF sensorudur. MAF sensoru filtrdən dərhal sonra yerləşir və yüksək təzyiqlə havada uçuşan toz zərrəcikləri, qum qırıqları həmən MAF sensorunun nazik simlərini zədələyə bilər. Bu da daha sonra yanacaq sərfiyyatının artmasına və check engine işığının yanmasına gətirib çıxardır. Bir digər məsələ də filtrin özünün hava ilə təmizləndikdən sonra yerinə qoyulmasıdır. Bu da məsləhətli bir şey deyil. Niyə? Çünki yüksək təzyiqli hava filtrin mikroskopik məsafələrini genişləndirir. Filtr vizual olaraq təmiz görünsə də, artıq o toz zərrəciklərini saxlaya bilmir və mühərrikin içərisinə daxil olur. Yekun nəticə olaraq isə filtrin korpusunun hava ilə təmizlənməsi yaxşıdır, lakin mühərrikin daxilinə gedən kanalın ağzı möhkəm bağlanmalıdır ki, həmən qum zərrəcikləri, toz zərrəcikləri və yaxud digər filtr korpusunun içərisində olan həşərat qalıqları falan mühərrikin daxilinə gedə bilməsin ki, daha sonra orada ciddi fəsadlar yaratmasın.